Demək internetdə göz zalağı üçün bir metod gördüm. Belə bir açardan istifadə edirlər və belə otuzdururlar. Bunu çəkiclə vurursan, bu kəsilir, qabıq qarışıq çıxır. Bax belə. Bax belə. Sonra calağı eləmək istədiyiniz yerdə yenə bu dəmirlə deşik açıb bunu elə düz o ölçü uyğun otuzdurursunuz. Sadəcə burada elədiyim səhv nə idi? Bilmirəm, bu tutacaq, tutmayacaq. Bax bu gözü buradan çıxartmadım. Bıçaqla kəsmək lazım idi. İndi bilmirəm, bu tutacaq, tutmayacaq. Zədələnməsi olub. Amma yenə də yoxlayacağım. Bu da eyni üsulla çıxardıb o biri həyətdə calaq eləməyə çalışacağım. Deməli, gözü vurmaq istədiyim cır tut var bir dənə. Belə deşdim. Bunu bura yerləşdirib belə. Gün düşür. Bir tərəfdən görmürəm nə çəkirəm. Deməli, belə yerləşdirib onu strezlə bağlayıb qıraqlarını palçaqlayıb bağlayırsan tutur deyilənə görə. Yine bunu yoxlamaq lazımdır. Belə. Eləyəcəm görüm tutacaq yoxsa yox. Dibini belə palçıqlayırıq. Ondan sonra da strezlə bağlayırıq. Görək tutacaq heç. Amma çox gözəl üsulda əgər tutsa. Bu da belə. Belə bir şeyləri ola bilər tutmasın, çünki çox böyüdü göz. Amma belə uzunluqda olanda eləyəndə tutma ehtimalı böyüdü deyirlər. İnternetdə görmüşdüm. İnşallah ki bu tutar. Görək. Tutdu da. Elədim. Ənciri də belə eləmək istəyirəm. Görək inşallah tutar.